müharibə bizim də ölkədə olubdur. Bilirəm ki, çox çətin olur ona görə. Yazıq da analarımız əziyyət çəkməsin ona görə. Heç birini dəstəkləməyə ehtiyac yoxdur. Elə sülh olsa yaxşıdır. Ən yaxşısı sülh olsun. Mən müharibəyə görə heç bir ölkəni dəstəkləyə bilmərəm. Məncə müharibədə udan və uduzan tərəf, ya ancaq uduzan tərəf var da, udan bir tərəf yoxdur deyə düşünürəm. Yəni yazıq insanlar həmişə fillər təpişir, qarışqalar əzilir. Mən düşünürəm ki, xalq yazıqdır. İstəmərəm ki, heç bir ölkədə müharibə olsun. Hamısı sülhlə yaşasın istəyərəm. Bizim müharibədə İran bizi dəstəkləmədi. Farslardır, onlar bizi dəstəkləmədi. İsrail bizi dəstəklədi. Bizə kömək elədi. Bizim silahla, hər şey bizə köməkli oldu. İsrail bizə kömək elədi. Məncə müsəlmancasına qalanda onlar müsəlmanlardır. Orada bizim qardaşlarımız da var, Azərbaycanlılar. Mən onların qaydına qalmışam çox. Vallahi birinci dəfə başlayanda da mənim bir qaynım var, o İsraildə yaşayır. Mən ağladım. Heç biri istəmirəm müharibə eləsin. İstəyirəm müharibə dayansın. Qoy müharibə heç olmasın. Heç bir müharibəni mən dəstəkləmirəm. Bilirsiniz, İran bizim cənub qonşumuzdur. Bundan sonra həm də müsəlman təəssübkeşliyi var, həm də birinci hücum edən İsraildir. Mən deyərdim ki, müharibə sülh yolundan başa çatsın, müharibə dayansın ən birinci. Amma belə qalanda İrana biraz üstünlük verirəm. Çünki birinci hücum edən İsraildir. İran özünü müdafiə üçün təbii ki, əks tədbir görməlidir. İnsanlar ölməsinlər. Mən heç birini dəstəkləmirəm. Ümumiyyətlə müharibənin əleyhinəyəm. Heç birini də dəstəkləmirəm. Yaxşı olar ki, hər şey sülhlə həll olunsun. Yəni, tutaq ki, kimsə kimin tərəfində durmağın dünya heç bir xeyri yoxdur. Yaxşı olar ki, müharibə olmasın. Müharibə istəmirəm. Hər yerdə sülh istəyirəm, əmin-amanlıq istəyirəm. Ölkədə müharibə olmasın. Günahsız insanlar ölməsin. Onun ikisi də yer üzündən planetdən silməsin, elə də belə də deyil. Onun ikisi də onun Türkün düşmənidir. Onun ikisi də bir-birinə müharibə eləyib, onlar bütün bizim yer kürəsinə, planetə ləkədir onun ikisi də. İki ölkə. Onlar ikisi də elə, yəni müharibə olmağına mən sevindirəm. Ona görə onların ikisi də zəifləsin. Onların ikisi də hər bir arenalarda, siyasi arenalarda, dünya, Avropa arenalarında həmişə onlar Azərbaycana, Türkiyə, Türk dünyasına alternativ danışırlar. Azərbaycanlarıma görə ölürəm. Yanır canım. Azərbaycanlarıma heç nə olmasın. Amma mənə Qarabağ müharibəsində İsrail dəstək olur. Hər zaman İsraili. Amma Azərbaycanlarım yaşayır İranda. Ona görə acıyıram. Yanıram. Çox pis oluram. Gecəm gündüzüm yoxdur. Amma bu ermənilərə görə İsrail bizə çox dəstək oldu. Hər tərəfdən. Həm maddi, mənəvi, həm də ki, hər cür bizə dəstək oldu. Amma İranın o Xomeyniləri, erməniliyi ki, qucaq açırdı. Onda biz ölürdük. Şəxsən mən ölürdüm. Ki, sənin dinin olmaya, sənin məzhəbin olmaya, sən onu qucaqlayasan, onu öpəsən, bağrına basasan. Bu nə deməkdir? Müsəlmançılıqdır o. Ümumiyyətlə, mən müharibəni dəstəkləmirəm. Olub öndər müstəsi sülh yolu ilə. Əssalam.